Selam dostlar, hər vaxtınız xeyir olsun. Azərbaycan və Kürdistan münasibətləri bilirsiniz bir gərginli bir münasibətdir. Son zamanlarda daha çox gərginləşmiş və mənim də uzun zamandan bəri biraz daha çox radikal yanaşmama olan siyasəti ilə mediada səbəb olmuşdur və bu radikal görüş mənim ən son yazımda daha çox dərinləşmişdi, radikalize olmuşdu. Və indi bugün Hizb-i Demokratik Kürdistan İranının Avropa məsulü, adını çəkmək istəmirəm, burada olan dostlar bilərlər bəzisi. Mənə zəng vurdu, danışdıq biraz. Sonra dedi ki, bizim hizbimizin siyasəti Urmiye haqqında dəyişildi. Və biz bundan bu yana bu Urmiye məsələsini də geri otururuq. Onlardan hər halda geri oturublar və bunun xəbərini mənə verdi ki, bizim mediamızda da bundan bu yana o sahələrdə heç gəlməyəcəkdir. Amma dedi biz bu siyasəti ələni elam eləməyəcəyik. Amma əməldə ona əməl eləyəcəyik. Bunu bir elan elədi ki, məncə müsbət bir yanaşmadır. Əlbəttə, bunu mən bir tərəfdən bizim bu məsələni qaldırmamızda və bu tənqidi düzgün bir məntiq çərçivəsində meydana gətirməmizə, meydana qoymamıza bağlıdır. Yaxından da uzun danışmışdıq, orada buna etiraz eləmişdik. Hər halda bu gərginliyin davamı və bizim bu intiqadi yanaşmalar nəticə verdi hər halda. Bu siyasətin təbliğ olmasının qarşısı alınsa, yəni təbliğ olmasa Kürt toplumundakı Urmiye Kürdistan'da bu böyük bir gəlişmədir məncə. Çünki topluma bir fikri, bir zehniyyəti təbliğ eləməyincə toplumda da o zehniyyətə tərəfdar ola bilməz. Və bir tərəfdən də hizbin içində də belə bir yanaşma, rəsmiləşməsi, ustanın siyasətindən geri oturma mühümdür. Təqribən 3 gün ondan qabaq da hizbin başqa bir üzvlərindən mənə zəng açdı. O da konqredə insanlardan biridir. Mənə o danışığımın əsnasında dedi ki, mən ən yüksək liderlərimizin birindən, hizbin liderlərinin birindən oturumunda vardıq. Dedi ki, biz hizbin siyasətini Azərbaycan qıbalında geri döndərdik Qazi Məhəmməd və Pişəvərinin dostluq anlaşmasında və bundan bu yana siyasətimiz Azərbaycan rabitəsində Qazi Məhəmmədlə Pişəvərinin anlaşmasına dayayacaq. Ondan artıq bir şey olmayacaqdır. Bunu mesela təkid etməli dedi ki, dostluğumuz təqviyyət olsun. Amma bu günlər rəsmiyyətlə mənə zəng eləməli və Urmiye siyasətindən əl çəkdik və geri oturduq. Ələni etməyəcəyik rəsmən, amma əməldə buna paybənd olacaq deməsi mənim üçün olumluydu. Onu dedim ki, dostlarla burada paylaşım və onu bir müsbət gəlişmə kimi dəyərləndirirəm. Ümid edirəm ki, dostlar da onu dəyərləndirirlər və hər kəsin fikri varsa da buyursun. Bir də analiz burada qoyum. Analiz budur ki, siz bilirsiniz ki, Azərbaycan təşkilatları zəif təşkilatlardılar. Azərbaycanın arxasında bir potansiyel yatır. Yəni bir xalqı var, İranın Türk cəmiyyətinin geniş bir cəmiyyət olduğu bir potansiyel kimi, bilqüv və potansiyel kimi yatır orada. Amma o bilqüv və potansiyel dünən də vardı, İsrail gün də vardı, o gün də vardı da bunlar Ustani Urmiye siyasət sürəndə. İndi isə onlar geri oturmalarının səbəbi, yəni Azərbaycan qruplarının reaksiyasına bağlı və etirazlarımıza bağlı bir şeydir da, elə deyil. Pəs bu etirazlar səbəb olubdur ki, belə olsun. Yoxsa o potansiyel dünən də vardı, İsrail gün də vardı. Onlar o fikir mətrə eləyəndə. Kürdistan bizim bu zəif durumumuzda etirazlarımıza görə əgərsə bu siyasətdən bu partiyalar geri çəkilirlər, bu o mənadadır ki, Azərbaycan hərəkatı biraz daha güclənirsələr, Kürt partiyaları bu fikirdən ki, deyirlər, əl çəkərlər. Bu o deməkdir ki, həqiqətən Kürdistan siyasi gücləri, Azərbaycan siyasi güclərinin qarşısında İran siyasi coğrafiyasında ciddi bir təhlükə sayılmazlar. Əgər Azərbaycan və Türklər həqiqətən öz siyasi güclərinə sahib olsalar. Əlbəttə bu arada Hizb-i Demokratik Kürdistanın və onun içində olan etkili siyasətçilərin dirayətini də gözdən atmamaq lazımdır və onların bu siyasətini təqdirə şayan bir siyasət kimi və iki xalq arasında dost və barışlığın genişməsi və iki xalqın İran İslam Cumhuriyyətinə qarşı birgə mücadilənin genişməsini vurğulamaq mümkündür. Bu o analizdir. Ona görə bizim əsas məsələmiz Kürtlər deyil, dövləti mərkəziyə odaqlanmaq. O çərçivədə siyasəti gəlişdirmək. Hər halda bunun xəbərin bu gün sizə verməyi zəruri gördüm. Çox sağ olun.